Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Kadir İnanır vəfat edib. Xəbər verilir ki, bu barədə onun ailəsindən məlumat verilib. Uzun müddətdir müalicə alan Türkiyəli məşhur aktyor Kadir İnanır 77 yaşında vəfat edib. Qeyd edək ki, bu ilin may ayında sənətçiyə pnevmoniya diaqnozu qoyulub, müalicəsi reanimasiyada davam etdirilib. Kadir İnanır ümumilikdə 182 filmdə və 12 serialda rol alıb. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbr diləyirik. Müğənni Nadir Bayramlı dizayner kimi fəaliyyət göstərən qızından danışıb. Xəbər verilir ki, sənətçi qonaq canlı verilişində geyimləri üçün övladından məsləhət aldığını bildirib. Qızın geyimlərinə nadir hallarda qarışır, çünki atasından səliqəni gözlədiyini bilir. Amma arada mən də nələrsə soruşuram, özü diqqət edir deyə ifaçə əlavə edib.